Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə yeni bir bölməyə, sintaksis bölməsinə, söz birləşmələrinə başlayırıq. Sintaksis qrammatikanın bir şöbəsi olaraq söz birləşmələri və cümlələri öyrənən bir bölmədir. Söz birləşməsi iki və daha artıq müstəqil sözün birləşməsindən yaranır. Birləşməsidir. Müstəqil sözlər əsas nitq hissələridir. Yəni isim, say, isim, sifət, say, əvəzlik, feil, zərf. Müstəqil, yəni nitq hissələri, sözlər bunlardır. Köməkçi nitq hissələri isə müstəqil olmurlar. Ona görə də onlar söz birləşmələri yaratmağa, yəni yaratmırlar köməkçi nitq hissələri. Bundan əlavə köməkçi nitq hissələrindən qoşma, bağlayıcı və ədat bu üçü ə, söz birləşmələrinin tərkibində iştirak edə bilərlər. Yəni tərəflərin arasında iştirak edə bilərlər. Amma nida və modal sözlərə aid xüsusiyyət deyil bunlar. Deməli hansılar iştirak edə bilər? Qoşma, bağlayıcı və ədat söz birləşmələrinin tərkibində iştirak edə bilərlər. Amma ki, axırı xüsusiyyətlərini deyəcəm. Amma söz birləşmələrinin tərəfi ola bilməz. Yəni bunlar söz birləşmələrinin tərəf formasında ola bilməz. Məsələn, belə bir ifadə işlədək sizə. Evə tərəf. Evə tərəf ifadəsində tərəf sözü qoşmadır. Düzdür? Qoşmadır və bu onda evə tərəf sözü, yəni birləşmə falan olmur. Yəni çünki nə dedik biz söz birləşməsinin tərifində? Biz söz birləşməsinin tərifində dedik ki, müstəqil iki və daha artıq müstəqil sözün birləşməsi. Burada tərəf sözü qoşmadır. Müstəqil olmadığına görə söz birləşməsi deyil. Lakin başqa bir ifadə ilə necə deyə bilərik? E, Qızıl saat. Qızıl saat ifadəsinə baxın. Qızıl müstəqil sözdür, yəni isimdir. Saat müstəqil sözdür, isimdir. İkisi birləşdi, bir məna yaratdı, bir söz yaratdı. Olacaq qızıl saat söz birləşməsi. Bir neçə birazdan keçəcəyimiz bölmələrdə bu ismi birləşmə adlanacaq. Deyəcəm nə olduğunu ona görə. Sonrasında bir nöqtəyə də belə toxunaq ki, feillərimizin içində biz köməkçi və mürəkkəb feillər keçmişdik. Yəqin ki, bilirsiniz. Etmək yadınızda qalmış olar. Etmək, eləmək, ondan sonra olmaq, bilmək, əsasda bunlar idi də, bir də bilmək ifadəsi idi. Əsasda bu dördür də, etmək, eləmək, olmaq ifadəsi bu üçündən gedir söhbət. Müstəqil, necə deyək, söz birləşməsinin müstəqil tərəfi ola bilməzlər, təklikdə. Məsələn, sizin qarşınıza gətirib qoyacaqlar kömək etmək. Deyəcəklər ki, iki sözün birləşməsidir və bu ifadə söz birləşməsidir. Xeyr, bu ifadə söz birləşməsi deyil. Bu ifadə bir yerdə mürəkkəb feildir, bir sözdür. Necə ki demişdik, digər nitq hissələrində nə idi mürəkkəb feildə? Bitişik yazılmalarına əsasən, məsələn, dəvə-dabanı deyirdik də, dəvə-tikanı və ya fərqi nədir ki? Dəvə-tikanı, dəvə-dabanı, it burnu və s. Dəvə ayrı söz idi, tikan ayrı söz idi, amma birləşib bir ifadə verirdi də, bir söz deməkdir, düzdür? Burada da kömək etmək ifadəsi, kömək ayrı söz olmalı, baxma, etmək ayrı söz olmalı, birləşərək bir söz yaradır. Yəni kömək etmək ifadəsi bir sözdür, birləşmə deyil. Sadəcə mürəkkəb feildir, mürəkkəb sözdür. Bu formada bunu yadda saxlayın. Mürəkkəb feilimizdir. Bəs yaxşı, kömək etmək ifadəsi, belə deyək sizə. Kömək etmək ifadəsi söz birləşməsinin tərəfi ola bilərmi? Təbii ki, ola bilər. Niyə olmasın ki? Feilli birləşməni keçəndə bu hissəyə toxunub bu barədə bir məlumat verərik. Belə deyək ki, e, necə deyə bilərik? Onu bir dənə dəqiqləşdirim. O barədə misalların hamısını yazarıq. Hı -hı. Qoy bu qalsın, bunun feili birləşməni keçəndə arxası bu barədə hamısına bir yerdə deyərik. İndi desəm təmiz qarışıqlıq yaranacaq. Sadəcə bunu bilin. Etmək, eləmək, bunlar yəni mürəkkəb feilin tərkibində söz birləşməsi yaratmır. Sonrasında keçək nəyə? Söz birləşmələrinin quruluşuna. Söz birləşmələri nə idi dedik? İki və daha artıq müstəqil sözün birləşməsi idi. Məsələn, qızıl saat, həyat yolu, ondan sonra həyatın mənası, daha çox oxuyanda, məsələn, sizə gətirib qoyar da nəyi? Hansı sözü? Çox oxuyanda, bir də deyirəm ki, çox oxuyanda.
Burada birləşmədir. Bir də deyirəm, daha çox oxuyanda burada da görürsünüz ki, ədat, bax bayaq dediyim şey, ədat söz birləşməsinin tərkibində işlənir. Sadəcə olaraq tərkibində işlənib, tərəf əmələ gətirməyib. Söz birləşmələri nədir? İndi bu haqda biraz danışaq. Söz birləşməsi dedik ki, iki və daha artıq sözün birləşməsi idi. Söz birləşməsində həmişə iki tərəf olur. Birinci tərəf asılı tərəf, ikinci tərəf əsas tərəf adlandırılır. Necə adlandırılır? Birinci tərəf asılı, ikinci tərəf əsas tərəf adlandırılır. Yəni birinci tərəf ikinci tərəfdən həmişə asılı vəziyyətdə olur. Təbii ki, bəzi nöqtələrdə dəyişə biləcək yerlər olacaq. Onlar istisna vəziyyətlər söyləyirik. Yenə bu vəziyyətdə yəni həmişə nədir? Asılı vəziyyətdir. Yaxşı. Söz birləşməsi quruluşsa neçə cür olur? Bu barədə danışaq. Söz birləşməsi quruluşsa iki cür olacaq. Yəni sadə olacaq və mürəkkəb olacaq. Düzəltmə söz birləşməsinə rast gələ bilərikmi? Xeyr. Düzəltmə söz ola bilər. Söz birləşməsinin asılı tərəfinin ifadə vasitəsi düzəltmə söz ola bilər. Söz birləşməsi iki sözdən ibarətsə, onu mən necə düzəltmə söz kimi götürə bilərəm ki? İki tərəfdir də. İki tərəfi mən nətər düzəltmə götürə bilim ki? Fakt, yəni burada mürəkkəblik və ya sadəlik çığırır. İndi burada nədir deyəcəm? Sadəlik necə olur, mürəkkəbliyi necə olur? Deməli, deməli, sadə söz birləşmələri iki sözün birləşməsidir. Bax bu bizi morfologiyadan, yəni nitq hissələrindən ayıran xüsusiyyət burada budur. Əsaslardan biri. Sadə iki sözün birləşməsidir. Mürəkkəb isə daha üç və daha artıq sözün birləşməsi. Üç və daha artıq sözün birləşməsidir. Deməli necə olacaq? Sadə söz birləşmələri. Məsələn, sadə həyat. Sadə həyat ifadəsini verdik. Sadə həyat ifadəsində görürsünüz, iki dənə müstəqil sözün birləşməsindən yaranıb və sadəcə iki söz var. Deməli, quruluşsa necə birləşmədir? Sadə birləşmədir. Bir də deyirəm ki, dünyanın qədim şəhərləri. Dünyanın qədim şəhərləri. Baxın, dünya isim, qədim sifət, şəhər isim. Üç sözün birləşməsindən dünyanın qədim şəhərləri adında bir birləşmə yarandı. Bu birləşmə quruluşsa necə olacaq? Mürəkkəb olacaq. Niyə? Çünki 3 və daha artıq sözün birləşməsindən yaranmışdır. Təbii ki, burada qarşısına digər birləşmələri keçdiyimiz zaman tərkib yaransa görəcəyik. Və elə burada bir formada deyim, burada üçüncü növ təyini söz birləşməsi olduğu üçün araya istənilən qədər söz sala bilərik. Yenə də dəyişməyəcək, quruluş yenə mürəkkəb olaraq qalacaq. Sorular. Sonrasında yenə kompüterimizdə bir donma hadisəsi baş verdi. Uşaqlar, yox, səsiniz düşsün, fərqi yoxdur. Da artıq başa düşmədiyiniz hər hansısa bir nöqtə qaldı. Xeyr. Hı -hı. Kim haransa başa düşməyibsə buyursun desin, vurğulayaq təkrardan. Müəllim, məsəl üçün orada bir şey başa düşmədim. Buyur. Söz birləşməsində bayaq dediniz sadə həyat. Bu sadə həyat cümləsinin ortasına nəsə şəkilçim deyim, nəsə bir söz artırılsa, gənə o sadə qalır yoxsa mürəkkəbatdır. Baxır artırdığın sözü. Əgər müstəqil leksik mənası olan söz artırırsansa, bu zaman bu əslində sadə həyat ifadəsi acayid. Birinci növ təyini söz birləşməsi arasına söz daxil olmayacaq, ola bilmir. Amma burada dəyişmək olsun. Məsələn, dünyanın bir də kompüter donubdu ya, yaza bilmirəm. Qoy görüm bir dənə kompüterin donu açılsın, yazım arxasını. Tutub yenə. Riski tutanda bütün hər şeyimi çözdürür. Düzəlt deyəsən, problem yoxdursa.
Aha, burada deməli sadə həyat ifadəsini yox da. Biz elə dünyanı, bax burada bir ifadəni götürək. Dünyanın şəhərləri ifadəsi. Qədim sözünü sildim. Sadə ifadə, sadə söz birləşməsi oldu. Dünyanın şəhərləri. Amma ki, bax bu dünyanın şəhərləri olacaq sadə. Bunun arasına mən gətirib də köməkçi nitq hissəsi artırası olsam, yəni qoşma, bağlayıcı, ədat, hansınsa birini artırsam, quruluş da dəyişməyəcək. Yenə, məsələn, mürəkkəbin qarşısında yazdığıma baxma da sadədir, iki sözün birləşməsidir. Sadə olaraq qalacaq. Amma ki, gətirib arasına müstəqil leksik mənası olan söz, yəni qədim sözünü artırası olsam, olacaq mürəkkəb. Ben. Dediyimiz kimi, burada artıq köməkçi nitq hissələri söz birləşməsinin quruluşuna təsir etmir. Yaxşı. Sonrasında keçdik. İki söz, məsələn, onun arzusu ifadəsi deyirəm. Bir dənə buna yazıram. Onun arzusu. Onun arzusu ifadəsi quruluşsa necə olacaq? Sadə. O əvəzlikdir, arzu sözü isimdir. İki sözün birləşməsi oldu quruluşsa sadə. Bir də deyirəm ki, onun kimi oxuyan. Bu ifadədə baxırsınız, onun kimi oxuyan ifadəsində artıq görürsünüz, oxuyan feili sifətdir. Onun əvəzlikdir. Kimi qoşmadır. Qoşmanın buraya araya əlavə olunması quruluşa təsir eləyəcəkmi? Xeyr. Çünki burada iki dənə. Çünki müstəqil leksik mənaya malik olan sözün var və quruluş da necə olacaq? Sadə söz. Və ya buna bir misal da gətirək, uşaqlar. Kömək etmək bayaq ifadəsini işlətmişdik. Deyəcəm ki, məsələn, insanlara kömək etmək. Burada necə olacaq quruluşsa? Təbii ki, sadə olacaq. Çünki bayaq vurğuladım ki, kömək etmək bir sözdür. Bir ifadədir. Ona görə bu bir sözdür. Bir söz. İnsan sözü də, insanlara sözü də bir sözdür. İki dənə sözün birləşməsi yaratdı. Necə? Sadə birləşmə. Çatdı bu hissə. Mənə elə gəlir ki, qaranlıq qalan hər hansısa bir nöqtə yoxdur. Sonrasında söz birləşmələrimiz, uşaqlar, əsas iki yerə bölünür. Bir var sabit söz birləşmələri, bir də var sərbəst söz birləşmələri. Sabit söz birləşmələri haqqında biz danışmışıq. Sabit söz birləşmələri nələrdir? Frazeoloji birləşmələr. Frazeoloji birləşmələrdə bilirdiniz ki, iki və daha artıq sözün birləşməsi idi və ondan əlavə frazeoloji birləşmə bir məna ifadə edirdi və frazeoloji birləşmələrdə parçalanma ola bilməzdi. Yəni frazeoloji birləşmənin asılı və əsas tərəfi yox idi. Amma sərbəst söz birləşmələrində asılı və əsas tərəflər olur. Məsələn, sabit söz birləşməsinə bir misal gətirək. Ağlı başına gəlmək frazeoloji birləşmədir. Sərbəst söz birləşməsi deyil. Ondan sonra sabit söz birləşmələri, frazeoloji birləşmələr müstəqil şəkildə işlənəndə sərbəst söz birləşməsi əmələ gətirməz. Yenə frazeoloji olaraq qalacaqlar. Yaxşı, dedik söz birləşmələrinin iki tərəfi var, asılı və əsas tərəfləri. Birinci tərəf asılı tabi olan tərəfdir, ikinci tərəf isə əsas tərəf tabi edən tərəfdir. Məsələn, bir misalla yazaq. Mənim arzum ifadəsini yazdım. Mənim arzum. Burada asılı tərəf olacaq mənim ifadəsi, arzum ifadəsi olacaq əsas tərəf. Yəni arzum sözü mənim sözünü özünə tabi etmişdir. Sonrasında söz birləşmələri, bir də sözlər arasında fərqlər haqqında danışaq biraz. Söz birləşməsi nədir? Söz birləşməsi sözlərdən düzəlir. Konkret ad bildirir. Sintaktik vahiddir. Bax, söz birləşməsi necə vahiddir? Sintaktik vahiddir. Bunu yadda saxlayın. Necə vahid? Sintaktik vahid. Sonra, cümlənin mürəkkəb üzvüdür. Tərəflərin öz müstəqil vurğusu olur. Baxın, uşaqlar, sizi çaşdıracaq məqam nərdədir? Söz birləşməsinin quruluşunu istəyəcəksə, o zaman iki sözün birləşməsini, bax bu sizin çox qarışdıracaqsınız. Biraz bu cəhətdən diqqətlə qulaq asın mənə. Söz birləşməsinin quruluşunu istəyəndə iki sözdən ibarətdirsə, məsələn, mənim arzum, düzdür? Mənim arzum ifadəsi. Bu necəsə quruluşda necə olacaq? Sadə. Amma sizə desək ki,
Xəbərin ifadə mübtəda necə quruluşsa necədir? Məsələn, deyirəm ki, mənim arzum oxumaqdır. Sizə desə ki, ancaq nədir? Oxumaqdır. Nə mənim arzum? Bax gördünüz mübtəda mənim arzum sözüdür. Bir yerdə təhlil olundular. Sizə testdə sual düşəcək. Məsələn, mübtədanın quruluşu necədir? Mübtəda bir söz, digər sözlər kimi, yəni nitq hissəsində keçdiyimiz kimi, əgər bir sözdən ibarətdirsə, cümlə üzvlərinə görə gedir söhbət. Cümlə üzvlərinə görə mübtəda bir sözdən ibarətdirsə, sadə sözdür. İki sözdən, yəni söz birləşməsindən ibarətdirsə, mürəkkəbdir. Sizə sual bilmirəm bu testdə varmı, yoxmu, amma cümlə üzvlərini keçəndə olacaq. Burada məsələn sizə desək ki, mübtədanın quruluşsa növü sualda, yəni cümlə üzvünün quruluşsa növü desə, mürəkkəb. Lakin desə söz birləşməsinin quruluşsa növü necə olacaq onda? Sadə. Çünki söz birləşməsi iki söz onsuz bir dənə söz birləşməsi deməkdir. İki söz bir söz birləşməsi deməkdir. Olacaq sadə. Məncə bu hissə qaranlıq qalmadı. Sonrasında söz birləşməsində əsas xüsusiyyət dedik nədir? Quruluşsa sadə mürəkkəb olur və asılı əsas tərəf olur. Amma sözdə belə bir xüsusiyyətlər yoxdur sözlərdə. Sözlə söz birləşməsinin oxşar xüsusiyyətləri nələrdir? Hər ikisi əşya və hadisələri adlandırır. Hər ikisi cümlə üzvü olur. Hər ikisinin başlanğıc forması olur. Hər ikisi cümlənin qurulmasında iştirak edir. Söz birləşməsi, bir də mürəkkəb sözün fərqli cəhətlərindən danışaq. Mürəkkəb söz necə olur? Söz birləşməsi necə olur? Söz birləşməsi sintaktik vahiddir. Mürəkkəb söz leksik vahiddir. Adətən cümlənin mürəkkəb üzvü olur söz birləşməsi, amma mürəkkəb söz cümlənin sadə üzvü olur. Hər sözün öz vurğusu olur, amma adətən mürəkkəb söz adətən bir vurğu altında deyilir. Bu formada oxşar cəhəti nədir? Hər ikisi ən azı iki sözdən ibarət olur. Eyni cür sintaktik əlaqələnmə yolları ilə yaranırlar. Söz birləşməsindən cümlədən biraz da deyək. Söz birləşməsi bitmiş fikri ifadə etmir, amma cümlə bitmiş fikri ifadə edir. İntonasiya bitkinliyi olmur söz birləşmələrində, amma cümlələrdə intonasiya bitkinliyi olur. Bir sözdən ibarət ola bilməz söz birləşməsi, amma cümlə bir sözdən ibarət ola bilər. Cümlə üzvləri yoxdur söz birləşməsinin, amma cümlənin cümlə üzvləri var. Qrammatik əsası, yəni mübtəda xəbəri olmur söz birləşməsində, amma cümlənin qrammatik əsası olur. Bəs yaxşı, söz birləşməsi ilə cümlənin oxşar cəhətləri nədir? Hər ikisi sözlərin məna və qrammatik cəhətdən birləşməsindən yaranır. Hər ikisi sintaktik əlaqələrlə sözlərin müəyyən sıralanması ilə yaranır. Hər ikisi sintaktik vahiddir. Bu formada bunlar yadda qalsın. İndi isə keçək sizlərlə mürəkkəb adların yazılışına. Çünki mürəkkəb adların yazılışı da tez-tez proqrama əlavə olunub, proqramdan çıxarda bilən mövzulardır. Ona görə də məlumatlı olsaq daha yaxşıdır. Mürəkkəb adlar. Mürəkkəb adlar söz birləşməsi şəklində olur və ayrı yazılır. Mürəkkəb adlar xüsusilik daşıyaraq ad bildirir. Bu cür nümunələr xüsusi isim deyil, söz birləşmələridir. Yəni sizə gəlib desələr, mürəkkəb ad söz birləşməsidirmi? Hə, söz birləşməsidir. Sadəcə olaraq fərqləndirən şey nədir? Xüsusi yazılışları olur onların. Məsələn, qaydalarla yadda saxlayaq. Birinci olaraq ad, soyad, təxəllüs, ləqəb bildirən sözlər. Ad, soyad. Bu formada yazacağam, yadda saxlayın. Ad, soyad, təxəllüs, ləqəb bildirən sözlər. Birinci hərfi böyüklə yazılır yazılanda. Məsələn, Nizami Gəncəvi. Gördünüz, birinci hərfləri hər ikisində, adın da, soyadın da böyük hərflərlə yazılır. Elə öz adınızı, soyadınızı da yazanda olur. Sadəcə olaraq bunu bildiririk ki, bəy, bir mötərizə daxilində yazıram. Bəy, sonra oğlu, qızı kimi ifadələr arada yazılanda həmişə kiçik hərflə yazılır. Necə? Məsələn, xan qızı natəvən deyirik. Xan böyük hərflə, qızı kiçik hərflə, natəvan böyük hərflə yazılır. Və ya Üzeyir bəy Hacıbəyli.
Üzeyir bəy kiçiklə, Hacıbəyli böyüklə. Bu formada yazılacaq. İkinci sıra olaraq nələri qeyd edirik? Tarixi hadisələrin, dövrlərin, sülalələrin, ondan sonra eləcə də qədim yazılı abidələrin adlarının birinci sözünün ilk hərfi böyüklə yazılır. Döyüş adları olsun, sülh adları olsun, müharibə adları olsun, hansısa bir necə deyim, tarixi abidə olsun, onların hamısında ad birinci böyük hərflə yazılacaq. Sonra gələn söz kiçiklə yazılacaq. Məsələn, Azadlıq meydanı. Azadlıq böyük hərflə yazılır birinci hərfi. Meydan sözü kiçiklə yazılacaq. İkinci olan və sonra məsələn, çaldıran döyüşü. Çaldıran sözü ç böyük hərflə yazılacaq. Döyüş sözü kiçiklə yazılacaq. Ondan əlavə, məsələn, Şuşa qalası. Şuşa böyük hərflə yazılacaq. Qalası sözü kiçik hərflə yazılacaq və sair bu formada gedəcək. Üçüncü olaraq bir fərqləndirici bir şey deyim sizə burada. Bir də ikincilərdə qoy onu deyim, ondan sonra keçək. Bəzi mürəkkəb adlarda fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük hərflə yazılır. Məsələn, tarixdən bilərsiniz, paleolit dövrü var. Məsələn, alt paleolit deyirsiniz, düzdür? O da böyüklə. Birinci alt paleolit böyük hərflə yazılacaq. Dövr sözü kiçiklə yazılacaq. Yəni fərqləndirici söz əlavə olunduqda belə hissələrə onda da birinci, yəni hər başda verilən 2 dənəsi böyüklə yazılır, sonrakı söz kiçiklə yazılacaq. Üçüncü olaraq ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibində bütün sözlərin ilk hərfi böyük yazılır. Məsələn, Azərbaycan Respublikası. Respublikası. Baxın, böyüklə yazılır hamısı. Türkiyə Cumhuriyyəti, nə bilim, İran İslam Respublikası, hamısı böyüklərlə yazılacaq. Sonrasında keçək dördüncümüzə. Dörddə ali dövlət vəzifələri var. Azərbaycan Respublikasının prezidenti. Üçü də böyük hərflə yazılacaq. Məsələn, Azərbaycan Respublikasının prezidenti. Böyük hərflə yazılır üçü də. Amma Azərbaycan Respublikasının birinci vitse-prezidenti deyəndə Azərbaycan Respublikasının birinci sözdə böyük hərflə yazılacaq. Birinci. Amma vitse-prezident sözü kiçik hərflə yazılacaq. Vitse-prezidenti. Bax, Azərbaycan Respublikasının birinci ifadəsi də böyük hərflə yazılır. Bir dənə vitse-prezident sözü kiçik hərflə yazılmış olacaq. Sonrasında Azərbaycan Respublikasının baş naziri ifadəsində Azərbaycan Respublikasının baş böyük hərflə yazılacaq. Nazir sözü kiçiklə yazılacaq. Baş naziri. Azərbaycan Respublikasının Milli Məclisinin sədri. Necə yazılacaq? Azərbaycan Respublikasının Milli Məclis böyük hərflə yazılacaq. Amma sədr sözü kiçiklə yazılacaq. Yəni orqanın adı vəzifə, yəni böyük hərflə yazılır. Orqanın adı böyük hərflə yazılır. Vəzifə kiçiklə yazılır. Bu formada yadda saxlayın. Bir dənə prezident sözü böyük hərflə yazıldı. Sonra dövlət orqanları var. Birlik, cəmiyyət, 5-ci olaraq qeyd edirik bunu. Dövlət orqanları var. Birlik, cəmiyyət, akademiya, universitet, kollec, teatr, filarmoniya, siyasi partiya. Bu kimi mürəkkəb adları bütün sözlərinin adına üzrə və yanına qarşı və s. Bu kimi yardımçı sözlərdən başqa yanına gələndə məsələn üzrə, başqa məsələn hamısını bir-bir deyəcəm də. Onlardan başqa qalan hamısı böyük hərflə yazılır. Məsələn, Azərbaycan Respublikasının Nazirlər Kabineti. Hamısı böyük hərflə. Artıq orqandır, dövlət orqanıdır, böyük hərflə yazılacaq. Milli Məclis böyük hərfləndir. Məsələn, Xarici İşlər Nazirliyi hamısı böyükləndir. Daxili İşlər Nazirliyi hamısı böyükləndir. Ondan sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hamısı böyükləndir. Yeni Azərbaycan Partiyası hamısı böyükləndir. Amma arada hansısa məsələn hərbi xidmət çağırış üzrə, məsələn üzrə deyirsən də çağırış üzrə. Hamısını yazmıram da bir də uzundur. Çağırış üzrə sözü kiçiklə olacaq. Yerdə qalan amma dövlət xidməti deyirəm, dövlət xidməti. Bunlar böyük yazılacaq. Çatdı?
Məncə burada bir problem qalmadı. Sonrasında 6-cı olaraq qeyd eləyək. 6-cı dövlət rəmzlərinin həmçinin tərkibində gün sözü olan və təqvimə düşən əlamətlər, günlərin adları. Bütün sözlər böyük hərflə yazılacaq. Məsələn, gün sözü necə? Deyirəm ki, məşhur məsələn Azərbaycan Respublikasının dövlət himni. Birinci onu deyək. Dövlət himninin deyəndə necə yazacağıq? Hamısı böyük hərflərlə. Azərbaycan Respublikasının dövlət himni. Hamısı böyük hərfləndir, yazıldı. Ondan sonra Beynəlxalq Qadınlar Günü yazanda gün sözdə hətta böyüklə olacaq. Beynəlxalq qadınlar sözü də böyük hərfləndir. Günü sözü də böyük hərflə yazılır. Məşhur tarixi gün və bayram adlarına yalnız birinci söz ilk hərfi böyük yazılır. Məsələn, gəlib sizə deyəcək 20 yanvar. Məsələn, 20 yanvar sözü hərflə yazılanda, bax bunu diqqətlə yadda saxlayırsınız. Hərflə yazıldığı zaman, yəni hərflərlə yazılanda birinci yazılan. Bax bu 20 yanvar deyirəm. 20 yanvar kiçiklə olacaq. 20 sözü hərflə yazılanda i böyüklə olur, yanvar kiçiklə olur. Lakin sizə gəlib də 20-ni rəqəmlə versə, o zaman yanvar sözünü böyük hərflə yazmalısınız. 8 mart verəcəklər. 8 mart sözünü hərflə yazanda 8 böyük, s böyüklə olmalıdır. Mart kiçiklə olmalıdır. Amma 8 sözünü rəqəmlə yazanda mart sözü böyük hərflə gəlməlidir. Buna diqqət eləyin. Eyni zamanda Qurban Bayramı ifadəsi verəcək, Novruz Bayramı ifadəsi verəcək. O zaman birinci gələn söz böyüklə yazılacaq. Məsələn, Novruz Bayramı böyük hərflə yazılacaq, bayram sözü kiçik hərflə yazılacaq. Yazılış qaydalarına diqqət edilməlidir. Sonrasında Azərbaycan Respublikasının Səhiyyə Naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri tipli mürəkkəb adlarda səhiyyə və vəzifə nazir bildirən söz kiçik hərflərlə yazılır. Yəni, bayaq məsələn dediyimiz bir yer var idi. Xarici İşlər Naziri deyəndə, Xarici İşlər Nazirliyi deyəndə böyük hərflə yazdıq biz Xarici İşlər Nazirliyi hamısını. Amma Səhiyyə Naziri deyəndə, Kənd Təsərrüfatı Naziri deyəndə bir dənə Azərbaycan Respublikası sözünü böyük hərflə yazacağıq. Necə? Azərbaycan Respublikasının səhiyyə kiçik hərflə. Bunlara diqqət eləyin. Biraz qarışdırıcı hissədə. Səhiyyə Naziri kiçik hərflə yazılacaq. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri. Bax, Azərbaycan Respublikasının kiçik hərflə Kənd Təsərrüfatı Naziri. Bir dənə başda Azərbaycan Respublikası sözü böyüklə gələcək. Sonrasında lisey, gimnaziya tipli sözlər olanda, məsələn, Avropa liseyi deyirsiniz. Avropa sözü böyüklə gələcək. Lisey sözü kiçiklə gələcək. Sonrasında tərkibində okean, dəniz, çay adları olanda necə olacaq? Eyni qayda ilə səhra, dağ, nə bilim, dərə adları, boğaz adları, onlar hamısı mürəkkəb adlar sayılır. Bax, bunlar hamısı mürəkkəb ad sayılır. Və birinci söz böyük gələcək, sonra kiçik gələcək. Məsələn, sizin qarşınıza gəlib yazacaqlar Kür çayı. Kür çayı kiçik hərflə. Bu formada və sair digərləri. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflərlə yazılır. Sonrakı hissələr kiçik hərflə. Məsələn, Azərbaycan milli qəhrəmanı. Məsələn, yox, bir belə deyək, əməkdar müəllim deyəcəklər sizə ilk öncə. Məsələn, bir əməkdar müəllim adı altında gələcək. Əməkdar müəllim fəxri addır. Fəxri adın birinci hissəsi əməkdar sözü böyük hərflə yazılacaq. Müəllim sözü kiçik hərflə yazılacaq. Ondan sonra keçir. Məsələn, xalq şairi adı veriləcək. Xalq böyük hərflə yazılacaq. Şair sözü kiçik hərflə yazılacaq. Lakin bəzi sözlər var. Məsələn, Azərbaycan milli qəhrəmanı sözü. Onda hamısı bütöv yazılacaq. Azərbaycan milli qəhrəmanı. Hamısı böyük hərflərlə yazılacaq. Ondan sonrasında buradan dedik. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr adları, mehmanxana adları və s. Bunlar hamısı dırnaqda və birinci söz böyük hərflə yazılacaq. Bax, bu yazılış qaydasına diqqət edin. Sizə gəlib deyəcəklər ki, məsələn, 7 gözəl baleti necə yazacaqsınız? İlk öncə dırnaq asılacaq. 7 gözəl yazılacaq. Dırnağı
bağlayacağıq. Balet sözü kiçiklə və dırnaqdan sonraya yazılacaq. Verilən əsərin adı təkcə dırnağın içində veriləcək. Məsələn, sizə Azərbaycan qəzeti deyəcəklər. Azərbaycan sözü dırnağın içində, qəzet sözü kiçik hərflərlə dırnaqdan sonra yazılacaq. Sonrasında bu formada hamısı gedəcək. Sonra Mirzə, Hacı, Şeyx, Seyid, ondan sonra Şah, Sultan, Bəyin və s. kimi rütbə, titul bildirən sözlər var ki, aid olduğu sözlərin əvvəldə gəldikdə böyük hərflə yazılacaq, sonra gəldikdə kiçik hərflə yazılacaq. Məsələn, Nadir Şah, tarixdən gətirək. Nadir Şah gələndə qabaqda yazılacaq. Amma deyəndə ki, Şah İsmayıl Xətai, onda necə yazılacaq? Birinci başda yazılacaq Şah. Şah İsmayıl Xətai. Deməli necə oldu? Şah sözü titul bildirən sözlər var ki, əsas sözdən sonra gələndə kiçik hərflə yazılır, amma başda gələndə böyük hərflə yazılır. Məsələn, Sultan Süleyman başda gəlir. Sultan sözü böyük hərflə yazılacaq. Sonrası mürəkkəb, bir də qeyd olaraq bunu qeyd edeyim ki, mürəkkəb adların hamısı ixtisar şəklinə düşə bilmir. Sizə gətirib deyər ki, mürəkkəb adların hamısı ixtisar şəklinə düşə bilər. Xeyr, xalq şairi adını mən nətər ixtisar şəklinə gətirim salım? Xıqı, xışı necə olacaq? Bilinmir axı. Amma məsələn, daxili Xarici İşlər Nazirliyidir, nə bilim, Milli Məclisdir. Bu formada Nazirlər Kabineti kimi ifadələr, bəzi ifadələr var ki, qısaldılmış formaya düşür. Azərbaycan Respublikasıdır. Məsələn, AR formasında bayaqdan yazıram. Amma ki, digər bəzi sözlər var ki, elə bu Sasanilər dövrü olsun, məsələn, Dəmir dövr, Paleolit dövrü, onları qısaldıb yaza bilmirik. Ümumilikdə hələ ki bunları keçək. Gələn dərsimizdə isə ismi birləşmə, feili birləşmə haqqında məlumat verib birləşmələri bağlayarıq. Sağ olun.